Sən mənim ərimin kişiliyindən danışırsan. Əvvəla Fazil bəy bilir ki, o həyat yoldaşı müğənnidir. Fotosesiya bütün dünyada eləyəndə yaxşıdır. Bəzi müğənnilər edəndə xoş gəlir sizə. Mənim daşım nə yaman ağır olub düşüb sizin hamınızın təpəvizə el altından qalxmayasınız. Mənim ərimin kişiliyindən danışırsan. Bir günlük gəl mənim ərimin sənə kişiliyini sübut eləsin. O həddə çatdırırsınız ki, bu formada danışım. Belə yaxşı eləyirəm. Ərim icazə verir, əlimin içindən gəlir. Sizə girib çıxan nədir bəs? Sizi yandıran nədir? O həddə çatdırmayım, mən də belə danışmayım. Mən də yaxşı eləyirəm, belə danışıram. Əgər Səidə, Fazil mənim kişini yoxlamaq istəyirsə, gəl göstərsin sənə. Bundan artıq bəs nə deməliyəm mən? Nə deməliyəm də? Sənin də ətrafın var, qonun var, qonşun var, hansısa bir mühitdə işlədiyin dövrlər var idi, o dövrlərdə var idi. Mən də onları açıb çıxaracağım ortalığa, onu istəyirsən, hə?